Yanvarın 22-sində Günəşin yaxınlığında yerə ən yaxın 3 planet Merkuri, Venera və Marsdan ibarət planetlər paradı olacaq. Bugün TV Axşamaz saytına istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb. Alimlərin bildirdiyinə görə, Venera və Mars artıq Günəşə yaxınlaşaraq, ötən milad bayramı ərəfəsində qarşıdakı 2 əsr miqyasında nadir sayılan birləşmə yaradıb və hazırda bir-birindən uzaqlaşırlar. Venera Günəşdən sola, Mars da sağa doğru hərəkət edir. Yanvarın 22-sində Merkuri, Venera, Mars və Günəş səmada son simmetrik konfiqurasiyada düzülərək tərəfləri 2-3 dərəcə olan, demək olar ki, düzgün romb və ya xaç formasını yaradacaq. Bundan sonra planetlər paradı tədricən dağılmağa başlayacaq. Yanvarın sonuna qədər Günəşdən ilk uzaqlaşan ən sürətli planet Merkuri olacaq. Fevral ayı ərzində əvvəlcə Venera, daha sonra Mars uzaqlaşacaq. İnstitutdan qeyd olunub ki, bu cür səma hadisəsi növbəti dəfə yalnız 2038-ci ilin sentyabrında baş verəcək. Hüsniyə Salmanova, Samir Əliyev, Bugün TV.